Havanın temperaturu haqqında danışacağıq. Bildiyimiz kimi Günəş birinci yer səthini isidir. Yerdən qalxan istilik nəticəsində də hava isinir. Ona görə də biz hündürlüyə qalxanda havanın temperaturunun aşağı düşdüyünü müşahidə edirik. Məsəl üçün bir dağın zirvəsinə qalxası olsaq, 1000 metr qalxandan sonra müşahidə edirik ki, temperatur aşağıdakı ilə 6 dərəcə, müqayisədə 6 dərəcə soyuqdur. Yəni, çünki hündür ərazi yerdən uzaqlaşdığına görə soyuyur. Temperaturun eyni olan nöqtələri birləşdirən xətt isə izoterm deyilir. Temperaturun özünü isə termometrlə ölçürlər. Temperaturun paylanması iki istiqamətdə baş verə bilər. Bir, bayaq dediyimiz kimi dağın zirvəsinə doğru, məsəl üçün aşağıdan yuxarıya doğru, buna şaquli istiqamətdə dəyişilməsi deyilir. Bir də ekvatordan qütblərə doğru, yəni üfüqi istiqamətdə temperaturun dəyişilməsi müşahidə olunur. Belədir ki, günəş şüaları yer səthinə hardakı düz bucaq altında düşür, yəni hardakı zenitdə olur, orada həmin ərazilər daha çox isinir. Bu da tropik işıqlanma qurşağına aiddir. Bilirik ki, Günəş 22 iyunda şimal tropikində, 22 dekabrda cənub tropikində, 23 sentyabr, 21 martda isə ekvator xəttində zenitdə olur. Deməli, tropik işıqlanma qurşağı, yəni tropik xəttlərin ortası ən çox günəş şüalarını qəbul edən ərazilərdir. Buradan şimala, yəni qütblərə yaxud da cənub qütbünə hərəkət elədikcə temperaturun aşağı düşməsi müşahidə olunur. Bu da yerin maili olması ilə əlaqəlidir. Yəni ki, yer qütblərdən basıq olduğuna görə günəş şüaları ən çox mərkəzi əraziləri isidir. Deməli, günəşin havanın yuxarıya doğru, yəni hündürlüyə doğru temperaturunun düşməsinə deyilir adiabatik proses. Adiabatik proses deyilir. Hər 1000 metrdə temperatur 6 dərəcə aşağı düşür. Hər 100 metrdə isə 0,6 dərəcə aşağı düşür. Buna da deyirlər termik pillə. Daha sonra, deməli, bir də var temperatur amplitudu. Bu nə olan şeydir? Bundan danışaq. Gün ərzində, yaxud il ərzində havanın temperaturunun ən yüksək olduğu vaxtla, ən yüksək temperaturuyla ən aşağı temperaturunun fərqinə deyilir temperatur amplitudu. Bu, məsəl üçün, var sutkalıq temperatur amplitudu, var illik amplitud. Sutkalıq nədir? Məsəl üçün, tropik səhralarda necə olur hava? Gündüz 40 dərəcə, 50 dərəcə temperatur qalxır, gecə isə mənfiyə düşür. Yəni, gündüzlə gecə arasında çox temperatur fərqi yaranır. Yəni, gündəlik amplitud ən çox olur tropik səhralarda. İllik amplitud isə o deməkdir ki, yaydakı ən yüksək temperaturla qışdakı ən aşağı temperaturun fərqi. Məsəl üçün, ekvator xəttinin kəsdiyi ölkələrdə, ekvatorial ərazilərdə sabitdir, hava şəraiti sabit olduğuna görə bulutluluq da yüksəkdir deyə. Orada hava demək olar ki, fəsil müşahidə olunmur, hava daim sabitdir, temperatur həmişə yüksəkdir və günün müəyyən hissəsi daim yağıntılıdır hər gün. Burada fəsillər müşahidə olunmur və temperatur amplitudu yox dərəcədədir. Çünki yayında da eyni hadisədir, eyni temperaturdur, qışında da. Ekvatorial enliklərdə demək ki, nə oldu? Amplitud kiçik oldu. Amma məsələn, deyək ki, mülayim enliklərdə, məsələn, deyək, Rusiyanın Sibir bölgələrində. Orada kontinentallıq var. Kontinentallıq odur ki, yayda çox isti, qışda çox soyuqda. Məsəl üçün, kontinentallıq olur mülayim enliklərdə ki, materikdə, mərkəzi hissələrdə, okeandan uzaq ərazilərdə. Məsələn, deyək ki, Qazaxıstan olsun, Monqolistan olsun, bunlar da həmçinin kontinental ərazilərdir və temperatur yay ilə qış arasında fərq çox böyükdür. Deməli, testdə görsəz ki, kiçik temperatur amplitudu götürürük ekvatorial enlikləri, böyük temperatur amplitudu olanda isə mülayim enlikləri götürürük. Mülayimin kontinental tipini götürürük. Sonra,
Aha, bir də mütləq minimum temperatur var, mütləq maksimum var. Minimum odur ki, ən aşağı temperaturun müşahidə olduğu məntəqələr. Maksimum isə ən yüksək temperaturun müşahidə olunduğu məntəqələr. Məsəl üçün, ən yüksək temperatura Afrikada, Liviya dövlətində, Tripoli şəhərində rast gəlinib 58 dərəcə. Hətta ən çox buradaydı, 58 dərəcə. Sonra Şimali Amerikada ölüm dərəcəsi var, 57,2 dərəcə. Avstraliyada Darling çayının orta axarı. Burada da 52,8 dərəcə müşahidə olunubdur. Testdə bəzən yazılır ki, Darling çayının yuxarı axarı, aşağı axarı. Amma kitabın cümləsi belədir ki, Darlingin orta axarında 52,8 dərəcə maksimum temperatur müşahidə olunubdur. Bir də var minimum temperaturlar, yəni dünyada ən soyuq ərazi bildiyimiz kimi Antarktidadır. Burada Fuji günbəzində deməli Yunan mütəxəssislər 91,2 dərəcə temperatur müşahidə ediblər. Dedik ki, biri oldu Fuji günbəzi. Bir də Antarktidada Vostok stansiyası var. Orada da -71 dərəcə. Daha doğrusu Vostok stansiyasında Antarktidada Antarktidada Vostok stansiyasında -86, Antarktidada Vostok stansiyasında -89,2 dərəcə müşahidə olunubdur. Bir də Rusiyanın Saxa Respublikasında Oymyakon şəhərində -71 dərəcə temperatur müşahidə olunub. Həmçinin Grenlandiya adasında da -70 dərəcə müşahidə olunmuşdur. Və sizə Oymyakon göstərim. Oymyakon şəhəri. Bir dəqiqə. Oymyakon şəhəri buradadır. Sonra Fuji günbəzi isə deməli Fuji günbəzi isə burada yerləşir, Antarktidada. Xəritədə baxsaz görəcəksiniz. Sonra bəzi ölkələrdə isə temperaturu termometrlə yox, Fahrenheit şkalası ilə ölçürlər. Var orta illik temperatur, var məsələn sutkalıq orta temperatur. Bunlar nə olan şeydir? Məsələn